AXCP sədri Əli Kərimli barəsində həbs qəti imkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli barəsində Səbail rayon məhkəməsində təqdimata baxılıb. Məhkəmə onun barəsində 2 ay 15 gün müddətinə həbs qəti imkan tədbiri seçib. Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və partiyanın rəyasət heyətinin üzvü Məmməd İbrahimli barələrində aparılan araşdırma çərçivəsində DTX-da dindiriliblər. Onların evində axtarış aparıldıqdan sonra onlar Dövlət Təhlükəsizliyi Xidmətinə aparılıblar. Məlumata görə Əli Kərimlinin və Məmməd İbrahimin evindəki axtarış və dindirilmə Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır. Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1, 274, 193, 1.3.2-ci maddələri ilə ittiham olunur.